Media Doktor. Sağlığın varlığındır. Hər vaxtınız xeyir olsun. Media FM efirində Media Doktoru dinləyirsiniz. Biz başladıq sizinlə mənəm Sona Bunina və mənim bugün çox maraqlı bir həmsöhbətim var. Bugün demək olar ki, əksər insanların yaşadığı bir çox məsələlərdən danışacağıq. Birazdan, çox keçmədən deyəcəm nədən danışacağıq, amma ondan öncə mən doktorumla salamlaşmaq istəyirəm. Doktor, xoş gəldiniz. Çox sağ olun, təşəkkür edirəm. Gördüm sizi tədbirdə də doktorum. O nə cəsarət, o nə gözəllik, o nə şıqlıq, doktor. Çox sağ olun, təşəkkür edirəm. Çox gözəl görünürdünüz. Çox sağ olun, var olasınız. Mükafat aldınız, uğur Bəli. zirvəsi. Bəli. Təbrik edirəm sizi. Çox təşəkkür edirəm, var olasınız. Necə idi? İstəyirəm həmin gecədən biraz danışaq. Biraz həyəcanlı, biraz qürurlu, biraz sizlərin əhatəsində idimsə necə olardım? Əla, super, hər şey möhtəşəm idi. Doktor, sizin kimi peşəkar həkimlərlə bir arada olmaq da bizə xoş idi. İnanın Allaha, zala girəndə bu arada Roman Sollakşiri də baş tutdu. Çox möhtəşəm idi. Bəyənirəm onları. Çox peşəkar, gözəl səhnədir və həqiqətən high class-dır. Yəni yüksək səviyyədə hər şey hazırlanır. Yeməklər necə idi? Bəyəndinizmi? Super, əla. Cavid doktor da ağız dolusu danışırdı. Hər şey. İştirak edən doktorlarımız hər hamısı. təşkilatçılıq, hər şey möhtəşəm, super idi, həqiqətən. Əla. Doktor, əslində həqiqətən də insan öz əməyinin nəticəsini görəndə bir başqa olur və onu kənardan kimsə görəndə bu daha gözəl olur. Ona görə də hər zaman zəhmətinizin belə gözəl və yüksək səviyyədə dəyərləndirilməsini arzulayıram. Çox təşəkkür edirəm, var olasınız. Allah can Sizi sağlığı də versin. Allah can sağlığı versin. Çünki siz nevrologiya sahəsində hər zaman öz peşəkarlığı ilə seçilən bir həkimsiniz. Mən sizi qısa müddətli tanımıram. Mən uzun müddətli, yəni uzun illərdir sizi tanıyıram və peşəkarlığınıza da bələdəm. Və ən əsası hər zaman sizin biraz da elin dilindən danışmağınız mənə o qədər xoş olur. Xüsusən də məsələn epileptik tutmalardan danışanda hər zaman o insanların yaşadığı dünyaya enməyi bacarırsınız. Onların duyğularına enməyi bacarırsınız. Onlarla o empatiyanı qurmağı bacarırsınız. Bu çox önəmli bir şeydir və bunu gözəl bir şəkildə də hər zaman bizim dinləyicimizə və izləyicimizə yansıtırsınız. Bu arada mən qala gecəsinin təşkilatçısı, layihə rəhbərimiz Sədaqət Rəşid qızını da salamlayıram. Atası da iştirak eləyirdi, gördünüzmü? Bəli, gördüm. Rəşid doktor da, Allah ona can sağlığı versin. Amin, amin. Hər biri qocaman, səhiyyəmizdə öz sözünü demiş həkimlərimiz, artıq belə deyək, bir imzaya ehtiyacı olmayan, imzası yerində olan doktorlar idi, hamısı iştirak eləyənlər. Allah hər birinə can sağlığı versin. Amin, amin. Bugün Azərbaycanın çox gözəl həkimləri var, çox gözəl səhiyyəsi var. Mən hər zaman insanlar danışanda deyirəm ki, bugün elə yeniliklər var ki, çox sürətli bir şəkildə Azərbaycana gəlir və bu da təbii ki, həkimlərimizin sayəsindədir. Sadəcə özümüz özümüzə inanıb və güvənməliyik. Bəli, həqiqətən. bəli, gözəl görməyi bacarmalıyıq. Yəni. Axır ki, o gözəl gözlərlə baxmağı bacarmalıyıq. Bu arada Mətanət İskəndərli də gecəni o qədər gözəl şənləndirdi, yəni coşdurdu. Həqiqətən həkimlərimiz qoşuldu. İnanın Allaha, səhnə adamını unutdum. Həkimlərimiz maşallah o qədər canlı, belə içdən, sevincli, xüsusən də xanım doktorlarımız, yəni az qala Mətanət xanımla Səhnəni əl almışdılar. eyni səhnəni əl aldılar və çox gözəl bir gecə keçdi. Doktor, mən istəyirəm vaxt itirmədən bugünkü mövzumuza başlayaq. Artıq dinləyicimizə bugün nə barəsində danışmalıyıq, onu deməliyik. Deməli, biz hər zaman sizinlə həmişə aktual olanları, əslində nevrologiya o qədər dəryadır ki, böyük bir dəryadır. Harasından bilmirsən danışasan, amma bugün üçün asan göründüyü qədər çətindir. Bəli, Həqiqətən bəli. çox çətin. Həm xəstəliklər baxımından, həm o xəstəliyi keçirmiş insanlar, onların əhatəsi baxımından maraqlı və çətin olduğu qədər, nə bilim dərin olduğu qədər bilmirəm, çox belə bir sanki bir dəryadır. O dəryaya girdinsə həqiqətən bilmirəm. Mən onu özümdə təsəvvür edə bilmirəm ki, mən ikinci dəfə həkim ixtisas seçimi baxımından, həkim olsaydım və ixtisas seçimi baxımından mən elə gəlir ki, yenə də mən nevrologiyanı seçərdim. Çünki nevrologiya çox eyb yox, çətin olsa da çox maraqlıdır. Bilirsiniz, bəzən xəstələr, mən onu bir neçə dəfə qeyd etmişəm, xəstələr bayırda narahatçılıq edirlər. Yegan xanım nədən bu qədər xəstələrlə sanki içəridə onlara çox uzun zaman görsənir. Amma bunu mən hər zaman qeyd edirəm ki, nevrologiyada xəstəni dinləyib, xəstənin geniş anamnezini toplamasan, ona yəni dəqiq diaqnoz qoymaq mənə elə gəlir ki, biraz çətin olar. Bilirsiniz nədən? Xəstə gəlir, doktor, mən 10 ildir, 15 ildir, 8 ildir, 7 ildir, mən bu problemləri daşıyıram. Amma ki, qurban olun, son ümidim sizədir. Bunu dedikdən sonra mən o xəstəyə 5 dəqiqə necə baxa bilərəm? O xəstə necə 5 dəqiqə
dəqiqə dinləyə bilərəm. Onu geniş anamnezini toplayan zaman bir də baxırsan ki, xəstə diaqnozunu öz dili ilə deyir. Doktor, protokollarda pasiyentin qəbulu, yəni o konsultasiya dönəmi dəqiqə olaraq ya da müddət olaraq göstərilirmi? Bəzən hə, bəzən yox. Amma əslində 5-20 dəqiqə ərzində olmalı. 5-20 dəqiqə ərzində. 5-20 dəqiqə. Yəni içəridə olan insanın 20 dəqiqəsini orada keçirməsi çox normaldır. Bunu niyə sizin dilinizdən eşitmək istəyirəm? Çünki çöldə dayanan insanlar üçün bu çox uzun müddət və can sıxıcı bir məqam kimi görünür, amma belə deyil. On can sıxıcı görsənən insan otağa daxil olan zaman daha çox bilirsiniz problemini daha çox çatdırmağa çalışır. Bu da təbii bir haldır. Mən heç vaxt onlarda qüsur görmürəm və onu da həmişə qeyd edirəm ki, narahat olmayın siz. 2 xəstəyə az baxaram, 3 xəstəyə az baxaram, amma bilərəm ki, mən o baxdığım, müayinə etdiyim xəstəyə dəqiq diaqnoz qoymuşam. Bir dənə sizə bir haşiyə çıxım. Deməli, keçən ay idi. Bizə Lerikdən bir xəstə, bax Lerikdən bir xəstə gətirmişlər. Uşağın 9 yaşı var idi. Deməli, bu uşaqda güclü baş ağrıları var idi. Səhifəmdə də paylaşmışam mən onu. Deməli, gətiriblər, mənə deyirlər ki, Yegan xanım, biz rayonda, hansısa bir rayonu demirəm, Bakıda da hansısa bir klinikanın adını çəkmirəm, 2 dəfə MRT müayinə olunubdu. Uşaqda güclü baş ağrıları var. Hətta əli ilə gözlərini tuturdu ki, mənim gözümə işıq düşməsin. Bilirsiniz, o baş ağrıları var ki, hansı səbəbdən olan baş ağrıları, onlara işıq düşən zaman və səs olan zaman ağrılar daha çox artır. Yəni, uşaq əlləri ilə gözünü bağlayırdı ki, mənim baş ağrılarım var və elə bir haldaydı ki, Yeganə xanım, qurban olum, mənə deyir 9 yaşlı uşaq, məni bu bəladan qurtarın, mən ölürəm. Yəni, elə bir ağrılar. Yəni, bunun anamnezində heç bir şey bilmirlər nədir. Deyirlər ki, doktor, məktəbdən gəldi və belə bir baş ağrıları başladı. Amma məktəbdən gəlib belə bir baş ağrılarının 9 yaşında uşaqda başlaması çox nadir olan bir hal idi. Çünki bəzi belə ağrılar anevrizma patlamalarında olur. Yəni ki, bu da 9 yaşında uşaqda o qədər də düşünməzdim. Ancaq mən düşünürdüm ki, burada bir travmatik ağrı və insanlara deyəndə ki, bunun başı yoxlanılmalıdır MR angiografiya təklif edəndə, doktor, nə danışırsınız? Biz yeni yoxlatmışıq, 2 müayinəmiz var, 2 müayinədə xəstədə heç bir problem yox idi. Bir bibisi var idi yanında, bunu müayinəyə göndərməsini doktor edirik. Mən edirəm bunu. İnandırım sizə, uşağın bir beyin yarım kürəsindən biraz dinlədim. Əlbəttə ki, uşağı biraz, bəlkə sənə nəsə olubdu. Baxdım ki, susur. Amma ki, bunun bu bibisi deyəndə ki, yox, Yegan xanım, mən etdirirəm bunu. Etdirdik. Beynin bir yarım kürəsi doluydu qanla. İndi düşünün, qalmışam ki, belə mən bunu necə edim? Yəni, uşağın saniyələrinin bu dəqiqə burada önəmi var. Əlbəttə, 9 yaşında uşaq artıq bir həftədə bunu gəzdirirlər. Yəni, bəli, burada artıq bir hardasa, necə deyim sizə? Bəxti gətirib balacanın. Bəxti gətirmişdi və o səbəbi də var idi. Bilmədim, sonra onu necə həll etdilər. Yəni, indi baxmışam, siz kimisə tanıyırsınızmı? Yox. Lerikkin bir kəndindən gəlmiş insanlar. Təsəvvür edin ki, indi qalmışam ki, mən necə edim ki, bu səhərə qalsa artıq bu uşağın həyatı bir sual işarəsi altındaydı. İnandırım, orada baxmışam axtarmağa, bir tanış tapdım, zəng elədim, sonra axır bir uzun sözün qısası uşaq şöbəsinin müdürünü tapdım neyrocərrahiyyə xəstəxanasında. Çünki bunlar çox təkid edirlər, burada qalsın, mən özəl yerdə işləyirəm, bilirdim ki, o çox baha başa gələr. Neyrocərrahiyyə xəstəxanasında bir uşaq şöbəsinin müdürünü tapdım. Uşağı həmin gün əməliyyat etdirdik. Uşaq çox şükürlər olsun. Oradan çıxanda gəlmişdi mənə təşəkkür etməyə. Yəni, bir insanı dinləmək, bir insanın həyatını qurtarmaq deməkdir. Əlbəttə. Bəzən orada saniyələrin, dəqiqələrin hökmü var belə bir hallarda. Ona görə bəli, əlbəttə ki, xəstəni geniş dinləmək lazımdır. İndi mövzudan biraz kənara çıxdım. Yox, əslində doktor, danışmağımız çox önəmlidir. Həm bu ona görə önəmlidir ki, növbədə duran insanlar özündən öncəki pasiyentə qarşı həm mədəni davransınlar, həm səbirli davransınlar. Burada həm doktor, həm pasiyenti qəbul etsinlər, başa düşsünlər. Eyni zamanda da bu digər tərəfdən uşaqların şikayətlərinə ciddi yanaşma məsələsidir. Tək uşaq deyil. Təəssüflər olsun ki, doktor, bizdə həm uşaqlarda, həm böyüklərdə bəzən belə şikayətlər olanda evdəkilər əşi yaxşı olacaq, əşi keçəcək və s. deyib, mən onun dəfələrlə pis fəsadlar olduğunu görmüşəm. Bəlkə də həkimlərlə sıx işlədiyimiz üçün eşidirəm bu məsələləri. Əlbəttə. Nəticəsi ürək ağrıdıcı ola bilər. Deməli, eyni bir şikayət. Mən bir neçə ay bundan öncə konfransdaydım, ölkə xaricindəydim. Deməli, mənim köhnə xəstələrim var. Mənə mesaj yazdılar WhatsApp-la ki, bəs Yegan xanım, mənim qardaşımın yoldaşı çox ağır vəziyyətdədir, ağır durumdadır. Bizi necə kömək edə bilərsiniz? Deyirəm, nə problemdir? Deyir ki, 3 gün bundan əvvəl həyətdə qonşu
şunlarla oturub söhbət edən zaman bu qayıdıb əlini tutub vay gözüm nə oldu? Elə bir ki sanki gözümə xəncər taxıldı, sancıldı kimi belə bir şikayət olub. Bunlar gediblər, müraciət ediblər. Bunu göz həkiminə təbii ki gözündə olduğundan göz həkimi müalicə yazıb. Xəstənin qəfləti xəncər sancılma şikayətinə uyğun 3 gündən sonra xəstədə dərin bir baxıblar ki, nəfəs alması. Bunlar bilmirlər ki, bu prekomatoz vəziyyət deyirik də. Belə bir haldır. Bu hala qədər, yəni xəstə gözündən müalicə gedir. Yəni ki, mənə dedim bir görüntülü açın. Görüntülü açdılar. Dedim təcili yardımla xəstəni çatdırın xəstəxanaya. 33 yaşında bir qadın xəstəxanaya çatdırıldı. Çox əfsuslar olsun ki, həyatını itirdi. Yəni ki, burada bəli, belə bir halların olması zamanı xəstədə əgər gözündən olmasın, başın, alın nahiyəsində nə kəskin bir ağrıların, xüsusilə bir xəncər formasına bıçaq batmaq kimi ağrıların olması bilsinlər ki, bizi dinləyən bu dinləyicilərimiz bu xəstənin belə bir hallarda beyin anevrizmaları, yəni anevrizmaların partlaması deyək, belə bir halların olması bilin ki, xəstənin bugün gecdir, bugün tezdir, sabah gecdir deyil, bu dəqiqə tezdir, bir dəqiqədən sonra gecdir prinsipi ilə yanaşmaq lazımdır. Doktor, hətta sizin dediyiniz bu məqamlarda insanların başqa bir formada da yanaşmasını görmüşəm. Ağrı kəsici içib, yatıb elə yuxuda da dünyasını dəyişənlər. Yəni, bunu da eləməyək, çox xahiş. Əgər insanın anidən o qəfləti baş ağrıları varsa, əslində bu mövzuya gəlməyimiz çox yaxşı oldu. Mən istəyirdim epileptik tutmalardan danışaq, onlardan da sual verərəm doktor. Çünki orada bir-birlə yanaşı gedir. Bu belə gözəl oldu ki, qəfləti baş ağrıları ilə xronik baş ağrılarının fərqi nədir kimi? Bax, belə görün nə qədər bunun fərqi var. Əgər bir insan gəlib desə ki, doktor, mənim 10 ildir, 8 ildir, 5 ildir, nə bilim, bir ildir başım ağrıyır. Təbii ki, burada da çox önəmli bir məqamlar var ki, xəstəni müayinə edirik ki, bunun başqa bir nevroloji defisiti varmı? Yəni ki, əgər bu baş ağrısı ilə bərabər olubdur, mənim öz pratikamda 9 yaşında Şəmkirdən gəlmişdilər. Baxır ki, başı ağrıyır, deyirlər, uşaqdır da başı ağrıyacaq. Amma uşaq elə bil 9 aydan sonra bir tərəfli, deməli, qol işləmir, ayaq işləmir. Yəni bunu müalicə edirlər ki, heç bir şey yoxdur, baş ağrısı var. Yəni ki, onda əlbəttə həcmli törəmə şiş var idi. O 9 ay gecikmişdilər, artıq heç bir şey etmək olmazdı. Yəni ki, bu baş ağrıyır, 9 aydır, təzə qəfləti baş ağrılarının əlbəttə ki, başqa nevroloji defisiti yoxdursa, heç bir şey olmaz. Amma ki, bunun, bilirsiniz necədir? Nevrologiya elə bir şeydir ki, xəstənin üzünə baxanda, o habitus deyirik, artıq bilirsən ki, bu hansı xəstəliyin, necə deyərlər, əlaməti ola bilər. Doktor, əslində, həm də mövzunu bir yandan açmağımız yaxşı oldu, çünki isti aylarında qan laxtalanma səbəbi də çox olur. Yəni qan daha çox laxtalandığı üçün damar mənşəli problemləri insanlar çox yaşayırlar. Dəfələrlə olub, inanın, gözümün qarşısında yaşlı insanların elə küçədə səkidə yıxıldığını görmüşəm. O qədər belə arzu olunmaz hallarla qarşılaşırıq ki, tez-tez metroda eşidirik, avtobusda eşidirik, xəbərlər paylaşırlar. Əslində elə bu aylar üçün də həm də bir məsləhət xarakterli də sizin yanaşmağınıza ehtiyac var ki, insanlar çox istilərdə nə etməlidirlər, özlərini necə qorusunlar. Onsuz da yerindən ürək-qan damar sistemi problemi, beyin-qan dövranı sistemində problemi olan insanlar nə etsinlər, isti aylarında öz səhətlərinə necə yanaşsınlar? Bunlar da çox önəmlidir. Əlbəttə, bir insanda, baxın, isti havada, istilik vurma ilə əlaqədar. Məsəl üçün də gəlir ki, doktor, mənim heç bir narahatçılığım yox idi. Yəni, nevroloji bir problem və ara 2 aydan, 3 aydan bir başım ağrıyırdı. Mən dünən bir qaynar bir iş görürdüm də istilikdə. Elə bir ki, beynimə xəncər sancıldı. Yəni ki, həmin zamanda biz düşünməliyik ki, burada ola bilər ki, beyin qanamasından söhbət gedə bilər. Yəni, əlbəttə ki, burada xəstənin habitusu, o başını necə aparır, bir də baxırsan, başını elə tutub ki, otaqda. Yəni, iki əlinin arasına alır, deyir ki, bax, Yegan xanım, bu tərpənsə elə bilərəm ki, mən ölürəm. Öləcəm. Bax, belə bir halın olması. Bu adi bir baş ağrısı deyil. Bu beyin qanamasından xəbər verən bir baş ağrısıdır. Və yaxud da ki, insultu xəstələr, nevroloji xəstələr, epilepsiya xəstəsi olan insanlar bilməlidirlər ki, bir mənalı onlar səhərdən 11-ə, bir də 5-dən sonra gün altına çıxmalıdırlar. Belə hallarda bunların xəstəliklərinin kəskinləşməsi ola bilər. İnsultu xəstələrin təkrar insult olma ehtimalı var. Təzyiqləri qalxa bilər. Bu təzyiq fonunda da xəstələrdə təzyiq olan xəstələr bir mənalı o
11-5 arası gərək birbaşa gün üşüyasının altına çıxmasınlar. Bunlar çox böyük önəmli rol oynayır. Epileptik xəstələr bunu edərlər, epileptik tutmaları arta bilər. Yəni ki, ümumiyyətlə ki, çox belə ciddi bir yanaşma tərzi olmalıdır. Nevroloji xəstələrin bu günəş şüası altında yay aylarında isti havaya çıxması ilə əlaqədar. Media doktoru dinləyirsiniz. Media Doktoru dinləyirsiniz. 105.5 FM-in dalğasında hal-hazırda canlı yayımdayıq və bizi hardan dinləməyinizdən asılı olmayaraq hər birinizə can sağlığı arzulayıram və ən əsası mənzil başına rahat və sağlam, sağ-salamat gedib çatmağınızı diləyirəm. Yolda diqqətli olun, isti havalardır, özünüzdən müğayət olun və bugün danışdığımız mövzu elə baş ağrıları ilə başladı, həm də epileptik tutmalardan danışacağıq. Mən epileptik tutmalardan Yeganə xanımın danışmasını həm də niyə istəyirəm? Çünki doktorumuz birbaşa özü müayinələr aparır. Mən bunu çox bəyənirəm. Çünki bir var doktor hansısa radioloqun göndərdiyi nəticələri oxuyub qərar versin ki, burada artıq öhdəlik qalır radioloqun ixtiyarındakı, bilmirik orada. Təbii ki, mən kölgə salmaq istəmirəm onların işinin üzərinə. Yox, qətiyyən, əlbəttə. Amma doktor, belə deyək, başqa bir insanın verdiyi diaqnozu oxuyur. Ancaq özü birbaşa müayinə aparanda burada biraz fərqli olur məsələ. Çünki özü birbaşa görür, vəziyyəti izləyə bilir, müayinəni özü aparır. Hər bir hadisənin birbaşa şahididir artıq burada doktor. Doktor, mən istəyirəm epileptik tutmaların bugün nə dərəcədə çox olmasından danışaq. Çox durmazdırmı? Əziyyət çəkən insanlar, ağırlıq dərəcələri. Bəzən görürsünüz ki, siz dəfələrlə demişsiniz bunu, həm də diqqətimi çəkmişdi o zamanlar. Deyirsiniz, biz adətən bunu belə təsəvvür edirik ki, insan yerə yıxılır, ağzı köpüklənir, titrəmələr tutur, yanındakı insanlar yığışıb onun dilini boğazından gətirməyə çalışırlar, halbuki yanlış bir müdaxilədir, etməyin, çox xahiş edirik, illərlədir bunu efirlərdən deyirik. Amma deyirsiniz ki, bu qədər ağır olmaya da bilər. Bizim yüngül saydığımız adi tik bənzəri epileptik tutmalar da olar. Bəli, tamamilə doğrudur. Yəni ki, bəzən yox. Bizim hər birimizin beynimizdə odur ki, yəni əgər bir insanda epilepsiya xəstəliyi varsa, o dediyiniz əlamətlər olmalıdır, yıxılmalıdır, ağzından köpük gəlməlidir. Bəzən özünüz bilirsiniz, sidik qaçırmalar olur və çox kobud bir yanaşmalar olur çox zaman. Yəni ki, bu lazım deyil. Dəfələrlə qeyd etmişik ki, əgər belə bir halın olması müşahidə olunursa, xəstənin sol yanı üstə uzadıb, yetər ki, onu ağız boşluğuna nəzarət etmək lazımdır ki, nəfəs almanı rahat, sərbəst olsun, bu qədər. Təcili yardım çağırılıb, təcili yardıma təhvil verilməlidir. Belə bir hallarla qarşılaşırıqsa. Amma ki, çox zaman bunun epileptik tutmanın elə bir formaları olur ki, xəstələri bəzən ölkə xaricinə qədər aparırlar. Məsəl üçün, bizim bir iş yoldaşımız var idi. Bir dəfə deyir, Yegan xanım, bəs qızımda öskürək var. İnandırım sizə, elə bir ölkənin adını çəkdi ki, bəs yoldaşım ora aparıb çox belə, yəni çox gözəl imkanlı bir ailə aparıb öskürək formasında. Deməli, uşaqda davamlı öskürəklər olur. Yəni ki, biraz soruşdum ki, necə bir əlamətlərdir? Dedi, Yegan xanım, heç nə. Biraz əsəbləşən kimi öskürəyi tutur, elə bir öskürəklər olur ki, orada apardı, gətirdi, nə qədər iynə, dərman, müalicələr, heç bir xeyri yoxdur. Yəni, dəvət etdim, ensefalogramma etdik, inandırım, uşağın başına baxanda adamın elə bil ki, yazığı gəlir bu uşağa ki, bu qədər problemi, yəni gözdən qaçırmışsa, hələ qızın özünün anası da həkimdir. Yəni gətirdik, biraz da yoldaşı ələ salıb belə lağa qoymuşdu ki, mən apardım filan bir dövlətdə bu müalicə olunmadı, sənin doktorun müalicə edəcək. İnandırım, 2 aya möhtəşəm bir nəticə. Heç bir bütün əlamətlər keçmişdir. Təbii ki, biz 2 aya o dərmanı kəsə bilmərik. Əgər bu protokolda da var ki, xəstədə bir insanda bu əlamətlər varsa və EEG-də də bu problemlər varsa, 3 ilə qədər bu dərman davam olunmalıdır. Amma ki, bəzi hallarda, az hallarda biz onu gözəl bir nəticə almışıqsa, 3 ilə qədər də davam etməyə bilərik. Amma ki, bax, belə bir öskürək forması olur. Xəstədə baş ağrıları formasında ola bilər ki, epilepsiya xəstəliyinin tək bir aparıcı simptomu baş ağrısıdır. Xəstələrdə bəzən üzvə baxa-baxa udqunur, yəni gülür. Tiklər var ki, göz qırpmaları, bəzən tiklərin müalicəsini bu antikonvulsant dərmanlarla aparan zaman qısa bir müddətdə tamamilə tiklər keçir. Yəni biz gülür deyirik, halbuki
adam tutma keçirir. Tutma keçirir, bəli, tutma keçirir və tutmaların yaşına da nəzarət etmək lazımdır. Əgər bir insanda anamnezinə bax, belə hallarda anamnez təbii ki bizim əlimizdən tutur. Gəlir ki bir 45 yaşında bir insan heç vaxt tutması olmayıbsa, heç bir narahatçılığı olmayıbsa və bizə müraciət edən zaman deyir ki, doktor, son bir həftə ərzində tutmaları başlayıbsa, təbii ki biz burada epilepsiyadan şübhələnməyə haqqımız yoxdur. Əlbəttə ki. Burada ilk bizim nevropatoloq kimi beynimizə gələn odur ki, burada həcmli törəmələrdən söhbət gedə bilər. Çünki 45 ildə bu insanın heç bir tutması olmadı. Və anidən ortaya çıxıbsa, burada beyin qan dövranı pozuntusundan və yaxud da ki, həcmli törəmələrdən söhbət gedə bilər. Biraz xəstənin anamnezini toplayırsan, hə doktor, bilirsiniz necə, son zamanlar məndə bir olurdu ki, iştahsızlıq olurdu. İçəri girirdim ki, baxırdım evdə bir ət xörəkləri bişirilir. O mənə çox pis təsir edirdi. Yağ soğan olunanda çox mənə pis təsir edirdi. Artıq bilirsən ki, yetər. Burada bəli. Bizə lazımdır ki, bizim radioloji bir müayinələr və daha dərin müayinələrə ehtiyac var. Əlbəttə ki, bizə burada bu ehtiyacımız var. Təbii ki, o bizim çox böyük də əlimizdən tutur. Və yaxud da ki, xəstələrdə ki, indiyə qədər heç bir narahatçılıq olmadı, təzyiqi qalxdı, tutmalar tutdu, təzyiqlə bərabər. Bilirsən ki, burada söhbət beyin qan dövranı pozuntusundan gedə bilər. İstənilən bir əlamətin, bəli, bu epileptik tutmalar, əməlli baxırsan ki, bu xəstədə tipik epileptik tutmalardır. Amma bunun səbəbi nədir? Bunun, yəni, necə deyək, kökündə nə dayanır? Artıq onu bizə radioloji müayinələrimiz, bəzən olur ki, laborator müayinələrimiz bizim köməyimizə çatır. Ona görə xəstənin geniş anamnestik məlumatı toplanılmalıdır. Lazım olan müayinələri aparıb və bu epileptik tutmanın hansı növüdür, nədən qaynaqlanır, onu aşkarlayırıq. Bəzən bir də gecə epileptik tutmaları var ki, gecə onu çox zaman xəstələr psixoloji bir problemin olmasından, psixoloji bir problemin başlanmasından şübhələnirlər, belə desək. Çünki gəlirsən, hə nə olub doktor, bizim bu yoldaşımın deyəsən biraz onda psixoloji problemi var. Nə olubdur? Gecələr durub evin içində gəzir. Və yaxud da ki, gecələr bunda bəzi şiddətləri var. Şkafını qarışdırır. Yəni ki, başqa gedir mətbəxdə yemək yeyir, amma ki, səhər duranda deyir, yox, mən elə bir şey etməmişəm. Əlbəttə ki, burada mütləq biz düşünürük ki, ola bilər ki, bunda gecə sudurqaları, tutmaları var, qıcolma tutmaları. Onun da mütləq gecə monitoringi və yaxud da ki, yuxu EEG-si çəkirik və o zaman da aşkarlanır ki, doğrudan da ki, bu adamda bu problemlər var imiş deyinə bu narahatçılıqlar var. Doktor, yəni, yuxu EEG-si məsələsi gündəmə gələndən sonra insanlarda belə bir fikir formalaşdı ki, ən yaxşı müayinə elə yuxuda aparılan müayinədir. Əslində hər kəsə önəmlidirmi bu qədər? Xeyr, qətiyyən. Bunu zəhmət olmasa Birincisi yuxu EEG-sinin necə deyərlər, maddi cəhətdən baxaq ki, hər bir xəstəyə, bəli, qiyməti biraz yox. Yəni ki, o xəstə əgər gecə monitorinqə aparılırsa, o normal belə dırnaq arası bir qiyməti var. Hər bir xəstəyə onu biz niyə edirik ki? Xəstə deyir ki, bunun gündüz tutmaları var. Yəni ki, gündüz heç bir problem yuxuda olurmu? Xeyr, yuxuda heç bir problem yoxdur. Ancaq nə problem varsa gündüzdür. Onun yuxu EEG-sinin heç bir orada önəmi yoxdur. Heç lazım da deyil. Amma ki, ancaq gündüz heç bir şey olmursa, sadəcə gecə problemləri olursa, təbii ki, gecə əl-qol atmaları var, gecə xəstələr var ki, gəlir valideynləri ya özü deyir ki, doktor, mən inanmırdım, amma baxırsan ki, çəkiblər məni videoda, əməli başlı zarıyıram. Elə bir ki, sanki bir zarıltı kimi mi, narahatçılığı var, əl-qol atır, o bayaq qeyd etdiyimiz kimi durub gəzir, yemək yeyir və önəmi odur ki, duranda heç bir şeyi xatırlamır. O zaman biz yuxu EEG-sini və yaxud da ki, gecə monitoringi tətbiq edə bilərik. Doktor, yadımdadır, bu yaxınlarda bir xanım danışırdı ki, həyat yoldaşından, elə bir sual olaraq bunu sizə ünvanlayım. Həyat yoldaşı içki içdikdən sonra gecələr hədsiz dərəcədə həm danışır, həm müxtəlif səslər çıxarır. Siz bayaq zarımanı dediniz, onu xatırladım və çoxlu uzun müddətli zarımaları olur. Bu əslində içkinin təsiridirmi doktor, yoxsa beyində bir şeyləri tətiklədiyidirmi? Baxın, ola bilər ki, bu adamda bir problem var, olub və bu alkoqol intoksikasiyası deyirik də, onun həmin o beyinə olan bir şeyi üzə çıxartmasıdır, problemi üzə çıxartması kimidir. Əlbəttə ki, orada mütləq bir mənalı xəstəyə təklif olunur ki, sən bu alkoqolu dayandırmalısan və ancaq gecə problemidirsə, əlbəttə buna yuxu EEG-si mütləq tətbiq etmək lazımdır ki, nə baş verir?
Həmin o yuxu zamanı nə baş verir? Onu aşkarlayan zaman əlbəttə ki, artıq onun müalicəsi əsas diaqnozdur. Mən ona həmişə deyirəm, diaqnoz qoyduqdan sonra əlbəttə ki, onun müalicəsini mənə elə gəlir ki, istənilən bir öz işini bilən həkim icra edə bilər o müalicəni. Boşuna demirlər ki, müayinələr 70%dir. Bəli. Müalicənin 70%-ni təşkil edir. Doktor, epileptik tutmaların yaş aralığından bir qədər danışaq. Minimum hansı yaşda görülə bilər və bunun maksimal həddini əslində bayaq dediniz də ki, maksimal hədd biraz daha təhlükəlidir. Bu törəmələrdən xəbər verə bilər. Minimal yaşlar hardan başlayır? Yəni minimal yaşı lap körpəlikdən tutmuş, bəzən baxırsan ki, heç bilmirlər, düşünmür ki, indi mən düzdür körpə uşaqlara baxmıram, amma baxırsan ki, bunu sadəcə məlumat olaraq cürbəcür belə əl hərəkətləri olur, ayaq hərəkətləri olur. Yəni artıq bu körpəlikdən biraz diqqətli valideynlər bilməlidir. Yəni ki, o balaca körpəlikdən 7, 8, 3, 5 yaş aralığı olur. Yəni o bəzən olur ki, bir dəfə əgər olursa, hərarət vaxtı. Ona biz febril qıcolmalar deyirik də. Bəli, bəli. Yəni hərarət qalxdı, temperatur qalxdı, həyatına bir dəfə oldu. Artıq biz ona qıcolma deyə bilmərik ki, bu xəstə qıcolması olan bir insandır. Doktor, febril qıcolmalar böyük yaşlı insanlara da aiddirmi? Xeyr, olmur. Böyük yaşlarda Çox nadir hallarda ola bilər. O uşaqların febril qıcolma uşaqlarda olur. Yəni bir dəfə həyatında olur, qıcolma, hərarət həddən artıq yüksək qalxır, qıcolması olur, təkrarlanmır bu. Yəni biz onu heç epilepsiya deyib arxasınca getmirik. Yəni oldu, keçdi. Amma ki bir həyatında bəzən deyir, ay doktor, ildə 2 dəfə, 3 dəfə olur, ayda ya bir dəfə, 2 dəfə olur. Yəni bu da artıq epilepsiya xəstəsidir. Doktor, epileptik tutmalardan əziyyət çəkən insanlar harda işləyə bilməz? Onlar ya da harda işləyə bilər deyim. Bilmirəm, sual hansı formada verim. Yəni elə necə verirsiniz, bax bu belə xəstələr, belə insanlar, sürücü olan insanlar çox təhlükəlidir belə hallarda. Yəni biz heç kimi Allah hər bir kəsin Doktor, müalicəsini alıb dərmanını içsə beləmi? Yox, müalicəsini alıb, bax burada geniş, həmişə mən onlara deyirəm ki, baxın, siz bunu gizlətməyin. Özünüzdə təhlükə altına salırsınız. Yəni insanları da. Yəni ki, mənim xəstəm var, gəlib elektrikdir. Yəni ki, bu biri var ki, gedib evdə nəsə bir çəksin, biri var adam o yüksək gərginlikli bir yerlərdə çalışır və çıxır 5 metr, 7 metr hündürlükdə. Yəni bu çox həyatı təhlükəli bir şeydir. Yəni ki, bu olmaz belə bir bax çünki işdə. Qıcolma nə zaman gəldi? Qıcolma nə zaman gəldi? Heç ki bilmək olmaz. Və hətta ki bu desə də ki, mənim axırıncı tutmam 1 il, 2 il əvvəl olub. Epilepsiya xəstəsi olan insanlar, xəstəlik olan insanlar gecə növbəsi olan işlərdə çalışması biraz onların xəstəliklərini artıra bilər. Yəni belə epilepsiya xəstələr olan normal gecə yuxusunu yatmalıdırlar. Yəni belə olsa pis olmaz ki, gündüz növbəsinə dəyişmək. Yəni ki, əgər düzdür bu onun necə deyirlər, ailə büdcəsindən çox böyük zərər vermirsə, həmişə biz real danışmalıyıq da. Bəli, yəni ki, hadisələr real yanaşmaq lazımdır ki, bunu buradan çıxarsalar öz ailəsinə çörək gətirə bilməyəcək. Bu başqa bir şey. Amma ki, bunu həmişə deyirik ki, biləsiniz ki, bu gecə yuxusu sizə bir mənalı, yəni dərmanınız da önəmlidir. Yəni başqa da ən çox sürücü, yəni bu yüksək cərəyanlı elektriklə işləyənlərə həmişə mən deyirəm ki, bilin ki, sizi bu həyatınız bahasına elə bil çalışırsınız burada. Doktor, qıcolmalardan əziyyət çəkən insanlar, xüsusən qızlarımızın üzərində dayanacağım, ana ola bilərlərmi? Çünki bilirsiniz, bizdə sosial həyatda həmin insanlara baxış bir mənalı deyil, təəssüflər olsun ki, mən bunu təəssüflə qeyd edirəm. Çünki heç birimiz həyatımızda hansı problem yaşayacağımızdan, hansı xəstəliklə sınanacağımızdan sığortalanmamışıq. Epileptik tutması olan qızlarımız ana ola bilərmi? Mən onu dəfələrlə qeyd etmişəm. Mənə də çox suallar olur. Həmişə canlı yayın açan zamanda öz səhifəmdə bunu demişəm ki, epilepsiya xəstəsi olan bir qız ana ola bilər. Ailə qura bilər. O onun haqqıdır. Amma ki, bunu həmişə qeyd edirəm. Sanki bir belə bar-bar bağırmaq istəyirəmdir ki, nə olar siz bunu elçilik zamanı, çünki o çıxan problemləri mən görürəm. Nə hadisələrin qarşılaşdıqlarını da mən görürəm. Arzu olunmaz səbəbləri, nəticələri. Bunu siz bu elçilik zamanı qeyd edin. Deyin ki, mənim uşağımda bu problem var. Qoy mənim uşağımı hər halı ilə qəbul edən adam qəbul etsin, etməyən heç də etməsin. Yəni sonradan doğrudan da ki, ciddi bir problemlər yaşanır. Başlayırlar, sən xəstə qızı mənə vermisən, xəstə nə bilim belə olmaz. Hətta dəfələrlə olub ki, belə bunun üzərindən ailə boşanır.
boşanmaları da olubdu. İnandırım bir də bilirsiniz Bakı balaca bir şəhərdir. İnandırım bu ucu bucağı olmayan bir yer deyil. Bir də baxırsan ki, xəstəni deməli bu qızı gizlədiblər, belə bir problem olduğunu gizlədiblər. Deməli həmin toy günü səhərisi başlayıb bunda tutmalar. Həyəcandan, toy həyəcanıdır. İndi xəstəliyim tutarmı, tutmam tutarmı? Deməli bunun tutmaları tutub, təbii ki, indiyə qədər deməyiblərsə gizlədəcəklər ki, belə bir problem yox olmayıb məndə əvvəldən. İndi bunun da çıxıb bir adam ki, ay mən bir yaxşı qız mənim bir 5 ildir xəstəm daha. Mən neçə ildir bu xəstəni aparıram bu xəstəliyin müalicəsinə. İndi gəlib oğlanın bibisi deyir ki, mən apararam onu bir həkimə. Təsəvvür edin ki, içəri girirlər. Mənə də zəng eləyən xanım təzə gəlinimiz var. Bəs belə içəri girir, şokdasan da necə edəsən, bunu səndən xahiş ediblər ki, bilməsin. Qızın anası məni zəng edir ki, yegan xanım qurban olum, onu sizin yanınıza gətirirlər, təsadüfən sizi tapıblar, bilməsinlər ki, indi baxın, belə bir durumda necə addım atacağını bilmirsən. Bunu ən gözəli, qısa konkreti belə deyək ki, bir epilepsiya xəstəsi olan bir xanım, ailə qurmaq da onun haqqıdır, dünyaya uşaq gətirmək də haqqıdır. İnandırım sizə, elə epilepsiya xəstələrin var ki, 3 kilo yarım, 4 kilo elə dünyaya oğlan uşağı gətiriblər ki, bir dənə problemi yoxdur. Yəni amma ki bir şərtlə ki 9 ay ginekoloqla bərabər nevropatoloqun, yəni nəzarəti altında olmalıdır. O epilepsiya xəstələrində özünün xüsusi dərmanları var da. Onu hər bir xəstəyə vermək olar, amma ki epilepsiya xəstələrinə mən o dərmanı tətbiq edirəm. Heç bir problemi də olmur. Amma ki gizlədən də çox əfsuslar olsun ki, çox ciddi bir problemlər yaşanır. Eynən. Doktor, epileptik qıcomardan əziyyət çəkən ananın övladı mütləq epileptik tutmalı bir uşaq kimi dünyaya mı gələcək? Xeyr. Xeyr, bir mənalı. Dəfə mən sayla bu dəqiqə bəlkə bizi dinləyirlərsə də neçə deyim, bəlkə yüzlərlə mənim elə xəstəm var. Heç birinin də uşağında bir problem yoxdur. Amma sağlam uşaqlar, sağlam anaların, yəni uşağı olmurmu elə bir problem? Sağlam anaların, yəni bir patologiyası olan patologiya ilə dünyaya uşaq gətirmirmi? Gətirir əlbəttə ki. Onu heç vaxt bilmək olmaz. Sığortalanmamışıq ondan. Heç kim heç nədən sığortalanmayıb. Heç kim sabah kimin başına nə gələcək onu bilə bilmərik. Ətrafımda çoxlu sayda xanımlar tanıyıram ki, doktor, vaxtilə bərəmdən müalicə alan, epileptik tutmaları olan, ağır vəziyyətdə hətta, necə deyim sizə, hepatitlərdən əziyyət çəkən, ağır miqrenli, nə bilim, yəni sayda say, en qədər qadın tanıyıram. Hər birinin çox gözəl ailə həyatı var. Hər biri çox sağlam övladlar dünyaya gətiriblər, gözəl övladlar dünyaya gətiriblər, bir-birindən gözəl balaları var, hər birinin maşallahlar olsun. Məsələ bilirsinizmi nədir, doktor? Gərək həyatda insana rast gələsən, adama rast gələsən. Dəyər verən insan. Bəli, həm bu qıza, həm oğlana aiddir. Yəni biz niyəsə bir hadisə olanda həll etməyə yox da günahkar axtarmağa başlayırıq. Kimə daş ataq? Daş atmaq daha rahatdır axı. Nəinki o məsələnin həllini tapmaq, problem olan insanın yanında dayanmaq, bu daha çətindir. Ona görə də hər insan belə bir mənəvi yükün öhdəsindən gələ bilmədiyi üçün başlayır nəsil qırğınları. Və heç kəs də bu hadisələrin üzərinə su atmaq istəmir. Niyəsə alovlandırmağa daha meyilli insanlarıq. Təəssüflər olsun. Mən sizə bir misal çəkim. Özümün canlı şahid olduğumda, deməli bizim köhnə bir qonşumuz var idi. O köhnə evimizdə yaşayan zaman bir oğlu var idi, düzdür. Bir oğlu var idi. Çox möhtəşəm bir ana da, möhtəşəm bir ana. Bu oğlan da gəldi çıxdı epilepsiya gəlini epileptik tutması olan bir epilepsiya xəstəliyi olan bir adam. Təbii ki, burada bax görürsünüz həmin problem. Ananın bir burada azacıq günahı var idi. Düzdür, hər bir ana da istər övladı xoşbəxt olsun. Əlbəttə. Bunu deməmişdi. Ki bəs mənim qızımda bu problemlər var. Gəldi hamiləlik dövründə başladı bunda tutmaları. Tutub da ana da bildi. Mənim bir dənə oğlum var. Nədən bu epilepsiya xəstəliyi olan bir insanla ömür gün davam etməlidir? Nə bilim nə, ana çox xahiş elədi, yalvardı. Nəysə bunlar ailələr dağıldı. Qız ailə qurdu. Qəşəng dünyaya 2 dənə gözəl övlad gətirdi. Bu adamın neçə illərlə uşağı olmadı. Sonradan uşaq oldu. Həyatın qurban olmalıha elə bir şeyləri var ki, sınaqları var. Təsəvvür edin ki, əkiz uşağı oldu. Əkiz uşağın oğlan uşağı oldu autizm. Və qıcolma tutmaları ilə olan bir hal, hardasa 8-9 yaşında da rəhmətə getdi. Yəni ki, bilirsiniz, Allahın elə bir sınaqları var ki, bax görürsünüz, həmin qızın anası həm onu günaha batırdı.
Yəni ki, bir dənə bir oturardım, bəlkə bu səni qəbul edəcəkdi, bəlkə etməyəcəkdi. O düzdür, o xoşbəxt maşallahlar olsun. Hər bir ananın balaları xoşbəxt olsun. Hər bir ana balaları ilə baxsın, fəxr eləsin. Çünki heç bir övlad öz başına böyüyüb ərsəyə gəlmir. Amma ki, baxın, bir ana orada bir dənə bax bir etiraf, bax bu etiraf ki, mənim uşağımda bu problem var. Qəbul edirsənmi? Bəlkə qəbul edəcəkdi. Həmin anda bəlkə o dürüst davranmaq daha yaxşıdır. Dürüst davranmaq. Və inandırım sizə, onların ailə həyatları bir alt-üst oldu, sanki belə bir həyatları qaraldı. Ən gözəli bir ananı əlbəttə ki, yenə ki, bayaq da qeyd etdik, yenə də qeyd edirəm ki, baxın, dünyaya gözəl uşaqlar da gətirirlər, gözəl sağlam uşaqlar da gətirirlər. Amma bir dənə dürüstlük ki, mənim tək bu epilepsiya xəstəsi deyil. O qədər problemlər var ki, bütün xəstələrə aiddir ki. Doktor, məsələn, dəfələrlə olub endokrinologiya sahəsində danışanda, məsələn, doktorlarımız deyir ki, ağır şəkərli diabetdən əziyyət çəkir, amma evdə qaynanasına demir ki, mənim ağır şəkərim var. Sən hamilə qalacaqsan, sən 9 ay hamiləliyi aparacaqsan, sən övlad dünyaya gətirəcəksən. Belə bir ağır xəstəliyi ailədən gizlətmək nə deməkdir? Yəni sən əgər bilirsinizmi, mən bunu çox fərqli bir prizmadan baxıram, doktor. Yəni başından dürüst olmadığın insanlara, sənə qarşı dürüst olmalarını, sənə güvənmələrini necə tələb eləyə bilərsən? Yəni başından dürüst olun bir-birinizə. Qız tərəfdə, oğlan tərəfdə olur, bəzən bu oğlanlarda da problem ola bilir, qızlarda da problem ola bilir. Amma dürüst davranmaq bu qədərmi çətindir bir-birimizə? Siz bir ömür gedəcəksiniz, bir ömür yol getmək üçün imza atırsınız. Yəni bu 3 günlük, 5 günlük bir münasibət deyil. Nə qədər gizlədəcəksən, hara qədər? Yox, yəni bu normal deyil axı. Ona görə bunu qız anaları da başa düşməlidir, qızlar özləri də başa düşməlidir. Eyni zamanda oğul anaları da başa düşməlidir. Bunu başa düşmürüksə nəticəsi belə olur. 2 nəslin bədbəxtliyi. Ən yaxşı halda bu olur. Doktor, epileptik tutmanın ümumiyyətlə müalicəsi varmı? Və müalicə dediyimiz nədir? Bəzən deyirlər ki, müalicəsi yoxdur. Xeyr, elə şey yoxdur. Damğa müalicəsi yoxdur. Xeyr, elə şey yoxdur. Epilepsiya xəstələrinin en sayda xəstələr var ki, onun ola bilər ki, bəzi 100-dən 5% müalicəyə tabe olmayan növləri var ki, %5-i. %5%. Əlbəttə ki, az faizdir ki, o da ki, bəzi hallarda tutmalar, ümumiyyətlə baxırsan o monoterapiya var biri. Bir dərman tətbiq edirsən, bir dərman xəstənin bütün narahatçılıqları aradan götürülür. Əlbəttə ki, bir neçə dərmanın kompleks müalicəsi tətbiq olunur. İndi şükürlər olsun ki, bugünkü günü əməliyyat forması var. Yəni əməliyyatla həmin ocaq nahiyəsi götürülür və xəstədə tutmalar aradan götürülür. Və bəzən olur ki, doktor, bu dediyiniz o 5%-ə mi aiddir? Yoxsa məsələn ocağı az faizlilər də mi edə bilər? Az faizlər deyil. Əgər o monoterapiya ilə xəstədə əlamətlər götürülürsə, nəticə alınırsa, heç bir orada narahatçılıq yoxdur ki, getsin əməliyyat olunsun. Amma xəstə var ki, 3-4 dərmanın tətbiq olunur. Yenə də ki, əgər burada nəticə yoxdursa və göstəriş də əməliyyata göstəriş elə bunlardır da və xəstədə başqa bir problemlər yoxdursa, əlbəttə ki, o aradan götürülür, çox gözəl də nəticə verir. Və bəzən olur ki, əlbəttə ki, dərmanları orada belə tutuzdurmaq deyilir. Məsəl üçün bu dərmanı verdin, xəstənin heç bir əlaməti yoxdur. Bir gün dərmanı qəbul etməsə, tutmalar tutacaq. Amma ki, yəni ki, bunun da ki, xəstənin özünə xüsusi diqqəti ayırması lazımdır ki, mən bu dərmanımı içməliyəm, alkoqol qəbul etməli deyiləm, yuxu rejiminə ciddi fikir verməliyəm. Bizim onlara 4 dənə qızıl, necə deyirlər, tətbiqimiz var ki, bunları etmək olmaz. Olmaz sözünə, bəli, mütləq etməli olmağınız 4 necə deyirlər, qanun qaydaya riayət etməlisiniz. Bunlara edirlərsə, inandırım sizi çox gözəldən möhtəşəm nəticələr alınır. Hansıdır doktor? Birincisi məsələn, yuxu rejimi, bir mənalı yuxu rejimi, telefon, kompüterdən az istifadə olunması, kofe, şokolad da bunlardan az istifadə edilməsi və dərmanların düzgün vaxtına riayət edilməsi. Çox çətin deyil əslində bunlara əməl etmək. Çox çətin deyil əslində edilməsi. Bir də baxırsan ki, gedirlər ya aptekdə, ya qonşu, nə qədər dərman içəcəksən, qaraciyərin çürüdür, böyrəklərin süzməyəcək. Hələ bir kəs görək necə olur. Bir də baxırsan xəstə epileptik statusa düşür və epileptik status indi siz bilərsiniz neçə illərdir insanlarla çalışırsınız. Amma ki bilməyənlər də bilsin ki bir tutma bitməmiş digər tutma başlayır. Və bu xüsusilə də uşaqlarda çox ciddi bir fəsadlar verə bilir. Bəzən baxırsan ki qarşısını almırlar və istəyirlər, tutaq ki rayonda yaşayır, istəyir ki özünün istədiyi həkimə çatdırsın xəstəni. Bəlkə o gələnə qədər 10-15 tutma tutur davamlı və xəstədə çox ciddi, hətta bir
necə deyim, çatmamazlıq kimi narahatçılıqlara, psixoloji və yaxud da ki, başqa bir narahatçılıqlara gətirib çıxara bilir. Epileptik status hətta ölümə qədər gətirib çıxara bilir. Bəli. Doktor, bunu fasilədən sonra da bir qədər danışaq bu status barəsində. Xüsusən də bu insanların müdaxilə etməsi və çəngəllə, bıçaqla onların dişini qırması, özlərinin əllərini zədələməsi, bu məqamlara zəhmət olmasa toxunaraq qısa bir fasiləmiz olacaq. Fasilədən öncə mən doktorumuzla əlaqə nömrəsini xatırlatmaq istəyirəm. 055 070 2 abunədən 055 və 070 abunələrindən 332 52 46 nömrəsini yığa bilərsiniz. Çünki nevroloji bugün o qədər insanlarda problemlər var. Baş ağrısı olsun, yaddaşsızlıq olsun, yuxusuzluq olsun. Bu gün müasir insanın hansı problemi yoxdur ki? Nevrozun müxtəlif növləri olsun. Biz nevroz deyib bir başlıq altında birləşdirmişik, amma altında o qədər çoxlu xəstəliklər var ki, biz nevroz deyib danışanda doktorumuz həmişə ki, çox qəşəng incələyirdi bu məsələləri. Eyni zamanda bugün xüsusən də koronadan sonra bayaq dediyim o yaddaşsızlıq məsələsi o qədər ciddiləşib. Epileptik tutmalar olsun, qıc olmalar dediyimiz insanlar ürək tutması, ürək getməsi və s. kimi də bunu el arasında tanıyır. Bax, bu məsələlərlə bağlı Yeganə xanım sizə yaxından kömək eləyə bilər. Medistyle Hospitalda çalışır. Buradan kollektivə də təşəkkürümüzü bildiririk. Salamlarımızı çatdırırıq. Çünki oradan bizimlə əməkdaşlıq edən çoxlu sayda həkimlərimiz var. Yeganə Rəşidova, nevroloq doktorumuz bugün studiyamızın qonağıdır. 055 070 abunələrindən 332 52 46 332 52 46 nömrəsini yığaraq əlaqə saxlaya bilərsiniz. Tək ki, ciddi problemlər yaşamayasınız. Nə nevroloji statusunuzla bağlı, nə özünüz, nə yaxınlarınız. Amma belə bir məsələ ilə də qarşılaşarsınız və üzləşərsinizsə də Yeganə xanımın təcrübəsindən, o uzun müddətli həkimlik təcrübəsindən yararlana bilərsiniz. Bu arada böyüklərlə məşğul olur, onu da deyim. Çünki bu xəstəlik uşaqlarda da özünü göstərir. Uşaq nevroloqları bir başqadır və həmin məsələ ilə bağlı 18 yaşına qədər uşaq nevroloqlarına müraciət edirsiniz. Amma artıq 18 yaşdan yuxarı şəxsizsə Yeganə xanımın qəbuluna düşə bilərsiniz. Media doktora dinləyirsiniz. Biz devam edirik. Siz hal-hazırda Media FM-in efirində Media Doktoru dinləyirsiniz 105.5 dalğasında. Əgər suallarınız varsa 055 999 1055-ə ünvanlaya bilərsiniz. Canlı efirimizin nömrəsidir. Onu da deyim ki, efirdən sonra bütün proqramlarımızı hansı ki qaçırdığınız, izləyə bilmədiyiniz verilişlərimiz olubsa, onları da YouTube-a yerləşdiririk. YouTube-dan izləyə bilərsiniz və Media FM-in saytına daxil olaraq hal-hazırda canlı da izləyə bilərsiniz. Bugün mənim qonağım nevroloq Yeganə Rəşidovadır. Doktor Medistyle Hospitalda çalışır. 055 və 070 abunələrindən 332 52 46 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Epileptik tutmalardan danışırıq. Eyni zamanda elə baş ağrılarıyla da bağlı bir qədər doktorumuz müəyyən nüanslara toxundu və həmin əlamətlərin nə qədər önəmli olması və qəfil baş verən baş ağrılarının sanki kəsirlərmiş kimi, sanki başı insanın deşilirmiş kimi şiddətli və dözülməz bir ağrının başlamasının çox təhlükəli olduğunu vurğuladı doktorumuz və bir neçə son vaxtlar təcrübəsində gördüyü məqamları bizimlə paylaşdı ki, insanlar bir qədər ayıq-sayıq daha doğrusu davransın belə məsələlərdə. İsti havalarla da bağlı özünüzə diqqət eləyin, çalışın, baş örtüklərindən istifadə eləyəsiniz, çətirlərdən, yay üçün çətirlərdən istifadə eləyin. Bir sözlə özünüzü günəşdən qoruyun. Bilmirəm necə qoruyacaqsınız. Çətir götürməkdən. Valla mən götürürəm. Bugün çətirlə gəlmişəm. Sağ olsun külək də çevirirdi çətirimi. Mən həmişə çətir istifadə edirəm doktor və sizi inandırım ki, insanın gün ərzində yorğunluğuna o qədər təsir eləyir. Xüsusən də uzaq yol gedib gələn insanlar, günəş insana birbaşa belə deyə təmas eləyəndə, birbaşa şüalarda dəyəndə insana çox pis olur insan. Xüsusilə də elə vaxt yorğun gedib çatırsan. Elə vaxt var ki, o biri var gün orta zamanlarına düşəndə əlbəttə bir mənalı. Təəssüflər olsun, mən də günəşin zenit vaxtı gəlirəm işə. Ona görə çətir istifadə edirəm və çox rahat gəlirəm. Ona görə də adicə bir çətirlə də həyatınızı xilas eləyə bilərsiniz isti havalarda. Öz təcrübəmdən deyirəm. Və doktorla biz söhbətimizə davam edirik. Suallarınız varsa buyurun doktor. Epileptik tutmaların fasilədən öncə dedik ki, daha doğrusu epileptik tutmaları olan insanlara ətrafdakı insanlar necə yanaşmalıdır? Məsələn, metroda getdiyimiz yerdə bir insan qarşımızda məsələn yıxıldı və qıcı olmasa başladı. Bir dəfə bunun belə şahid olmuşam. İnanın başına o qədər insan yığışdı. Dedim valla o insan ölməyəcəksə də yazıq öləcək indi orada. Yəni açılmırlar, hava keçməsinə imkan vermirlər.
nə bilim qaşıqdan, bıçaqdan, çəngəldən dişlərini açmağa Bəzən çalışırlar. sevdiklərinə nə eləyirlər? Yəni bir insan bizim insanlar çox necə deyirlər? İstiqanlıdır. Orasını demirəm. insanlardır. Yəni o pis bir şey o deyil. mənada, amma ki yox. Amma yanlış eləyirik. Yanlış edirik, təbii ki olunur. Yəni Deyir yaxşı eləyirsiniz, amma düz eləmirsiniz. Bəli, bəli, həqiqətən. Onu bilməliyik ki, ağız suyu həqiqətən də çox necə deyim, steril olmayan bir mühitdir, belə deyək. Bəli. Ona görə çox zaman mənim xəstələrim olub ki, öz uşağının məsələn barmağı diş həmin zaman barmağı dişlənib barmaq kəsilir. Belə özləri üçün də Travmalar alırlar. Bəli, travma alınır və normal olmayan bir halda bayaq onu qeyd etdiyimiz kimi sol yan üstə uzadılır. Xəstənin nəfəs almasını normallaşdırıb, stabilləşdirib təcili yardım çağırıb təhvil vermək lazımdır. Bu qədər. Yəni ki, hay eləyib ki, bunun Dili başına getdi. toplanmaq, dili getdi. Dili heç yana da getmir. Yəni ki, nəfəsi bərpa edib, nəfəs almanı bərpa edib, təcili yardım çağırıb təhvil Doktor, bildiyim verilməlidir. qədərilə 2-3 dəqiqə ərzində bu yekunlaşır. Bəli, 2 dəqiqə. Yəni 2 dözün, dəqiqədən- 2-3 dəqiqə keçəcək. Yəni ayılacaq adam. Çox zaman belə müraciət edən zaman deyirlər ki, baxırsan xəstənin üzünə, baxırsan bu qıc olmaya oxşamır. Belə baxırsan ki, onlarda Qıc olma olmadı sanki. Yəni qıc olma. Deyirsən nə qədər çəkir? 25 dəqiqə, 30 dəqiqə, bəzən 2-3 saat. Yəni Bu bilirsən artıq ki, statusdur. artıq xeyr, o isterik tutmada var axı. Çox zaman onu isterik xəstənin tutmalar. Bəli, onu çox zaman xəstələr hətta xəstənin ailəsi bəzən də həkimi aldadırlar. Müəyyən bir Hətta. bəli, bəzən həkimi də qədər aldada bilirlər. peşəkardılar. Peşəkarcasına yanaşmaları var, nəysə. Doktor, onların da həkim yanaşmasına ehtiyacı varmı? Yoxsa bu yalnız insanın özündən asılıdır, isterik tutmalar? Necə? Yəni burada bir həkim müdaxiləsinə ehtiyac varmı? Yoxsa Təbii ki, əlbəttə ki. Nə etməlidirlər? Bilirsiniz necədir? Ən azından xəstənin özü bilməlidir ki, tutaq ki, məndə elə olub da, xəstənin haraları gəzdirmirlər. Özünün qarşısında bir məqsədi var da, o məqsədinə çatmaq üçün gör neçə adamı aldadır. Ki, yəni istifadə edir ki, bunda qıc olma tutması var. Yəni Sözünü keçirmək üçün. Bəli, sözünü keçirmək üçün əlbəttə ki, isterik tutmaları var. İnandırım o qədər sözüm yoxdur. özlərini o qədər puxtələşdirirlər ki, o bəzən tutmaların körpü forması var. Ki belə əl, ayaqlar yerdə körpü forması. İnandırım sizə o formanı alan xəstə görmüşəm. Amma ki öz peşəkar necə deyirlər, həkimlər, öz işini necə sevən həkimlər, öz işini bilən həkimlər 2 saniyəlik bir müayinəmiz var bizim. Biz o zaman onu bilə bilərik ki, deməyəcəm təbii ki, demərəm onu. Deməyin. 2 saniyəlik bir müayinəmiz var. Baxan kimi bilirik ki, bu isterik tutmadır, yoxsa epileptik tutmadır. Mən bəzən xəstənin neçə dəfələrlə olub qulağına demişəm ki, mənə yox da eləmə ki, evdəkilərə deyim ki, səndə bu tutma epileptik tutma deyil. Yəni yalancı tutmadır bu. Yəni onlar heç zaman travma almazlar. Heç zaman onlar bərk yerə yıxılmazlar. Özlərinə norm düzdür. Bəzən onu qeyd edim ki, bizim bu bilirsiniz necədir? Epileptik tutmalarla, epilepsiya xəstəliyindən o qədər danışmaq olar. Ona ki, bizim bir veriliş çatmaz. Yəni bütöv ona həsr etsək belə. Bu tutmanın da bir forması var. Aura, bir də aurasız tutmalar var. Aura odur ki, epilepsiya hətta xəstəsinin özündə də o bilir ki, deyir ki, gözümün qabağına qığılcımlar gəlir. Qurağıma qəribə belə bir uğultu kimi bir səs gəlir. Bilirəm ki, kimi gedir. Onda mən bilirəm ki, tutmam tutacaq. O zaman əlbəttə ki, tez qaçır bir yerdə oturur, rahat ki, bilir ki, əlbəttə ki, bunun əlində qaynar bir şey ola bilər, qaynar qazan ola bilər, çaynik ola bilər. Vay günə xəbərsiz gələnlər olsun. Biri var aurasız. Aurasız da bax gəlirlər, yağla yanan, çaynik üstünə aşan, peçin o rayon yerlərində peçin üstünə aşan xəstələr var. Bəli, əlbəttə ki, bir kənardakılar çünki bilmir qıc olma nə zaman gələcək. Qıc olmasını bilmir. Əfsuslar olsun ki, hələ qıc olmasını bilməyə. Hətta ətrafdakıların təsiri ilə dərmanların da kəsirlər belə xəstələr. Qaraciyərini dağıdacaq, böyrəklərini sənin dağıdacaq. Nə qədər dərman içəcəksən, hamiləliyə hazırlaşır. Hamilə olacaq adam. Yad bir yad bir maddədir də, yad bir cisim kimi bunu qəbul edək. Sənin orqanizmin hamiləliyə hazırlaşır. Hamiləsən, dərmanı kəsir ki, uşağa ziyan olar. Yəni bir də baxırsan, elə tutmalarla gəlir. Allah bilirsiniz necədir? Qaynar yağ adamın üstünə dağıla necə olar? Peçin üstünə düşəsən, qışdakı peçin üstünə. Yəni çox ciddi fəsadlar verir. Bu aura ilə olan tutmaları, aura ilə tutma, isterik tutma ilə təbii ki, qarışdırmaq olmaz. Qarışdırmaz da öz işini bilən həkim. Amma isterik tutmalar bir başqadır. Onlar daima onların tutmaları toplum qarşısında olur. Çox insanlar qarşısında olur. Bəli, göstəriş. Evdə tək olan zaman heç vaxt onların tutması tutmur. Yəni ki, yumşaq yerdə, divan üstündə. Yəni belə bir halları da, yəni əlbəttə ki, insan öz təcrübəsindən istifadə edərək, öz savadından istifadə edərək bilir ki, yox, səni aldatmaq olmaz. Əslində doktor, bunları danışmağımızın
danışmağımızda səbəbimiz, məqsədimiz o idi ki, həmin insanlara deyək ki, sadəcə məsələn bax biz qəzalardan da o zaman danışmışdıq ki, bizim millət o qədər yardımsevərdir. Bir yerdə bir əyri bir şey gördü mü, hamı tökülüşür və kömək eləməyə çalışır. Maşından insanı çıxarmağa çalışırlar, nə bilim qəzanı düzəltməyə vəziyyəti çalışırlar. Allah kömək olsun insanların. Bunu bu barədə millətimizə çatan yoxdur. Amma qurban sizə ehtiyatlı olun. Çünki bəzən də bax məsələn təcili yardımdan o qədər efrimdə həkimlər olub. Deyirsiniz onu dartıb çıxarıb qırılmayan yerinə də qırırsınız. Ya da qırılmış qabırğanı ciyərə batırırsınız. Eləməyin bunları. Eynisə də epileptik tutmalara aiddir. Məsələn bir sınıqlar var ki, onu elə bir formada etmək lazımdır. Mən vaxtında təcili yardımda işləmişəm də. Elə bir formada etmək lazımdır. O pozanı dəyişdin, sən o xəstənin evi yıxıldı. Bəli, bəli. Yəni, o damara zədə verərsən. Məsələn, oma sınıqları var, oma çıxıqları var. Onları elə forma verməlisən ki, o formada aparmalısan. Sən onu uzanmış formada apardınsa, o xəstənin evi yıxıldı. Yəni ki, çox şeylər var ki, müdaxilə etməyin. Müdaxilə etmək yox. Yəni sadəcə onu əgər yanında varsa, bəlkə də təsadüfən sənin bir o da yəni həkim olasan. O bir sözümü qoyum, o birisinə gedim. 1-2 ay bundan əvvəl Türkiyədən gəlirdim. Elan verirlər. Doktor olar, həkim varsa yaxınlaşsın, həkim varsa yaxınlaşsın. Məndən də öncə 3-4 dənə türk qardaşlarımız var idi, doktorlar var idi, tanıyırdım. Yəni gəlirdilər bura. Heç kim durmadı, heç kim yanaşmadı. Təbii ki, mən qala bilməzdim. Yaxınlaşdım, inandırım sizi ki, mən hansı gərginliklə, hansı həyəcanla xəstədə infarkt idi. O xəstəyə biz yardım etməsəydik, kardiogen şoka düşərdi də. Orada bir ağrılar var ki, şiddətli ağrılar var idi. Yəni ki, onu vəziyyətdən çıxardıb Bakıya çatana qədər inandırım, bəlkə mənim bir 3 ilim, 5 ilim geri qayıtdı. Sonra mən düşəndə doktorlara yaxınlaşdım ki, nədən siz müdaxilə etmədiniz? Yəni ki, siz deyir ki, yəqin gəncsiniz. Nə gəncə illərimi vermişəm. Yəni bəzən olur ki, həqiqətən başım ağrımasın deyinə yanaşmayanlar da var. Amma ki, daha çox, yəni bizim insanlar ki, çox belə necə deyərlər, çox mehriban bir millətik. Daha çox yığışırlar və onda da bəzən xeyirdən çox ziyan zərər verirlər. Doktor, təşəkkür edirəm sizə. Çox sağ olun gəldiyiniz üçün. Bəli, Allah sizə can sağlığı versin. Bu arada 055 070 abunələrlə 332 52 46 nömrəsi ilə doktorla əlaqə saxlaya bilərsiniz. Biz ayrılan zaman yekunlaşdı. Siz isə necə yekunlaşdı bilmədik. Təşəkkürlər. Var olun, sağ olun. Media Doktor, sağlığın varlığındır.